Uşaqlar, bugünə kimi sizə bir çox qəhrəmanlar haqqında danışmışam. Bugün də istəyirəm bir igid qəhrəmanımız haqqında söz açım. Haqqında danışacağım qəhrəman Sovet İmperiyasının 1990-cı il 20 yanvarında Azərbaycana qarşı törədilmiş faciələrə qarşı çıxan və ağır ittihamlarla həbs olunaraq Rusiyanın Ulyanovsk şəhərinə sürgün olunan 46 qəhrəman həmyerlilərimizi həbsdən azad etdirərək Azərbaycana göndərmiş və sonra özü də vətənə qayıdaraq 1-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılan igidimiz Varis Məhərrəmoğlu Məcidovdur. Varis Məhərrəmoğlu Məcidov 17 iyun 1954-cü ildə anadan olub. Göyçay şəhər 6 saylı məktəbi bitirib. Belarusiyanın Babrus şəhərində hərbi xidmət keçib. Ailədə 10 uşaq olublar. 7 qardaş, 3 bacı. Atası Məhərrəm Məcidov 2-ci Dünya müharibəsində 416-cı Taganrog diviziyasının döyüşçüsü olmuş, ağır yaralanmış, göstərdiyi igidliklərə görə orden və medallarla təltif olunmuşdu. Anası Fatma xanım 10 uşaq böyüdüb tərbiyə etdiyinə görə qəhrəman ana fəxri adına layiq görülüb. 7 qardaşlar bu evdə yaşamışıq. Bura bizim ata mülkümüzdür. Bu həyatda xatirələri çoxdur. Bu evdə olan xatirələrimiz həmişə yaddadır. Biz heç vaxt onu unutmarıq. O qardaşlar üçün, ata-ana üçün də çox belə mehriban, çox əziyyətkeş insan idi o. Atanın, ananın, bacının, qardaşının həmişə qayğısına qalan insan olub bunu. Varis Məcidov 1978-ci ildə Rusiyanın Ulyanovsk şəhərinə gedib, orada milis orqanlarında fəaliyyətə başlamış və Ulyanovsk Orta Milis məktəbini bitirmişdi. Biz 7 qardaş olaraq, demək olar ki, ortancıl qardaşımız Varis müəllim Saratovda ali təhsil alıb, orada polis məktəbini bitirdikdən sonra Ulyanovsk şəhərinə gəldi, orada işləməyə davam etdi və biz qardaşlar birgə olaraq Varis müəllimin ətrafında o şəhərdə yerləşdik və demək olar ki, işləməyə başladı. Bakıda Sovet hakimiyyəti tərəfindən 1990-cı il 20 yanvar faciəsi törədilərkən, Varis Məcidov Ulyanovsk şəhərində kapitan rütbəsi ilə milis orqanlarında çalışırdı. ...20 yanvar hadisələrinə etiraz edən, müqavimət göstərən 841 nəfər qəhrəman soydaşımızı həbs edib, ağır işgəncələrə məruz qoyaraq Rusiyanın ucqar bölgələrindəki həbsxanalara aparırdılar. Həbs olunan Azərbaycanlıların 46-sı Varis Məcidovun işlədiyi Ulyanovsk şəhərinin həbsxanasına gətirilir. Həbs edilən qəhrəman dənizçilərimizdən gəmi kapitanları Hidayət Atakişiyev, Ümidvar Hüseynov, Xosrov Bünyadov, Anatoli Semdetko, Vladimir Sapranovla birlikdə ayrı-ayrı gəmilərin 19 nəfər heyət üzvləri, Azərbaycan televiziyasının əməkdaşları, Azərbaycan Respublikasının xalq artisti Vasif Babayev, rejissorlar Rafiq Savalan, Azər Zamanlı, Ermənistana dəmir yolu yüklərinin daşınmasının qarşısını almış Zeynalabdin Məmmədov, filologiya elmləri doktoru Professor Bəhlul Abdullayev və Lənkərandan olan 17 nəfər. Bütövlükdə 46 nəfərə müxtəlif ittihamlarla saxta cinayət işlər açılmış, onları təyyarə ilə Krasnodar şəhərinə, oradansa 3 gün ərzində dözülməz şəraitdə qatarda Stalifin vaqonlarında ac, susuz Ulyanovsk şəhərinə gətirirlər. Əllərimizi arxaya polad məhdullarla bağlamış, boğazından keçirdi belə, çetini ilə və Alman köpəkləri, itləri yanımızda hürə-hürə vurdular samolyotlara. Mina aeroportundan bizi birkələdilər, nömrələdilər, mindirdilər o tranzit samolyota. Gecə ilə bizi gətirdilər Krasnodara. Krasnodarda itlərlə qarşıladılar, dubunkaladılar. Bir
3 gün saxlayandan sonra bizi etap göndərdilər Ulyanovskaya. Ulyanovskaya gələndə biz daha orada poyezddə bizim başımıza nə işgəncələr getirdi deyib başa gələn söhbətdir. 3 gün biz vaqonda getdik. Az susuz bizi apardılar Ulyanovskaya. İtin azabını çəkə-çəkə. 3 gün bizə su vermirdilər. Ayaqlarına qoyub yemək yeyə bilmirdik. Lənkəranda bizi dumika öbrə vurmuşlar. Başımızdan axan qanı sivətimizdə donmuşdu. Su tapa bilmirdik. Nə ki içməyə, yüzümüzü yumaya. Qan içində biz getdik, çıxdıq Ulyanovskaya. Ulyanovsk İstintaq Təcridxanasının rəisi Gennadi Revin Varis Məcidova zəng edib bildirir ki, Azərbaycandan təcridxanaya 46 nəfər dustaq gətiriblər. Onlardan birinin familiyası Məcidovdur. Ola bilsin sənin qohumundur. Bunu eşidən kapitan Məcidov onların hamısının qohumu olduğunu deyərək türmə rəisi Revinlə görüşməyə gəlir. Və söhbət əsnasında məlum olur ki, dustaqlar çox pis vəziyyətdədirlər. Soydaşlarının vəziyyətinin pis olduğunu bilən varis qardaşlarının yanına gəlir. Vəziyyəti qardaşlarına danışır. 7 qardaş 46 məhbusa maddi, mənəvi nə lazımdırsa yardım edəcəklərini bildirirlər. Həmin dövrdə varis Məcidovun qardaşları Ulyanov şəhərində bizneslə məşğul olurdular. 46 nəfər məhbusun demək olar ki, gəlişini biz Varis müəllimlə, qardaşımızdan eşitdik. O bizi dəvət elədi evinə və dedi ki, belə bir məsələ var. Bəs 46 Azərbaycanlı gəlib bura və bunlara kömək eləmək lazımdır. Varis Məcidov məhbusları görmək üçün həbsxanaya gəlir və ilk olaraq türmə rəisini məhbuslara yardımlar verməyə razı salır. Qapıları açdılar, kameraları, Stroytes! Hamımız 46 nəfər gəldik, durduratdır, başladıq dayanmağa, sıraya və oradan bir gördük ki, general çıxdı, gəldi qarşımıza. Sonra elan edirlər, general kim? Daxili İşlər Nazirinin rəhbəri, Ulyanovsk vilayətinin. Sonra gəldi, həbsxananın müdiri. Bir dənə də oranın arasında cavan oğlan, belə qeyri adi popaqda. Biz də ki, gördük, bildik ki, bu erməniyizlər buranla gəlib də. Halbuki bizi aeroportda, şatda, orada, burada bizi belə qarşılayıblar. Deməli, ancaq erməni ola bilər də. Sonra birdən ki, elan verdi ki, вот это капитан нашей милиции Меджидов Варис. Они хотят с вами встретиться. Varis məhbuslarla görüşür. Onların yanında olduqlarını, narahat olmamaqlarını bildirir. Dustaqların ailələri onların öldürüldüyünü bilirdilər. Elələri var idi ki, hətta yas mərasimi belə vermişdilər. Gəldi Varis müəllim bizlə görüşdü, ağladı. Bizdə dedi ki, narahat olmayın, burada nə lazımdır, siz üçün eləyəcəyik. Siz bir dənə adresinizi, telefonunuzu yazın ki, mən sizin evlərə xəbər verim. Çünki Lənkəranda heç kimin xəbəri yoxdur ki, siz haradasınız. Biz özümüz hələ onda bildik ki, biz Ulyanovskidəyik. Bir cavan oğlan qarşımıza çıxdı, qarabığlı. Bizi görüşdü, salamlaşdı və bizim halımızı soruşdu, vəziyyətimizi. Biz də ona danışdıq. Dediğindən belə heç narahatçılığınız olmasın. Bundan sonra siz əmin əllərdəsiniz, sizə münasibət dəyişəcək. Biz də danışdıq ki, bu Lənkərandan gətirilən uşaqların, matrosların vəziyyəti çox pisdir, paltarları cırılıb və s. və ilə axıra. Ərzaqla bağlı çox böyük problemlərimiz var idi. Yəni danışılası deyil də, bir buxankanı kəsirdilər. 20 nəfər onu spişka korobkasının yarısı qədər əriyə düşürdü. Biz belə bir vəziyyətdəyik. Varis müəllim dedi ki, sizin yeməklərə kimyevi maddələr qatırlar ki, siz müəyyən bir müddətdən sonra heç biriniz sağ qalmayasınız. Ona görə də mən getirəcəyim siz üçün yemək. O yemək, duru yeməkləri yeməyin. Məcidov qardaşları dərhal bir neçə maşın geyim, yemək və digər ləvazimatları həbsxanaya gətirirlər. Varis müəllimlə ayrılandan sonra 2 saat çəkmədi. Artıq kamerada kalbasa, pendir, yəni çörək, nə desəz də bir vəziyyətimiz də, paltar, alt paltarlarından belə biz təmin olundu. Sonra səhərlər bizə
cem verirdilər yağına. Dedilər, Variz müəllim hər birimizin adına orada türmədə pul keçirdib ki, səhər-səhər bizə onu versinlər. Hər gün bunu ödəyirdi, türmə verirdi ona ama. Kameralar açanda, orada daxil olanda ədyallar, paduşkalar, hamısı təmizlənmişdi, yuyulmuşdu. Hər yan kameralar təmizdi. Bunlar hamısı nəsə getirib gəlmişlər, yemək, içmək bizim kameraya. Gəldi oraya çıxdı, bizi gördü, gözləri doldu. Bizə baxaraq ağlayırdı və biz üçün produksiya gətirdi. Tapşırdı bizim yorğan döşələrimizi dəyişdilər. Bizə icazə verdilər yatmaya, uzanmaya. Nə lazımdır, yeməkdir, zaddır, sigaretdir, bilmirəm, bilən bilir, bilməyən bilmir, hər şey, konservasına qədər. Bahalı sigaretinə qədər gətirdilər bitsin yeməkcə. Ulyanovsk həbsxanasında qaldığımız müddətdə hər gün yəni bizim yeməyimizi, içməyimizi, pastelimizə qədər təzələdilər hamısını, yəni onun hesabına. Variz müəllimlə görüşdükdən sonra türmənin bütün heyətində münasibət bizə dəyişdi. Onlar bizi bir vəhşi kimi və bizi gecə-günü çıxıb gəzintiyə aparanda və s. vururdular. Ondan sonra heç bir ayrı münasibəti olmadı, bizə çox gözəl münasibətlər göstərdilər. Yəni elə bil ki, həmin adamlar deyildi. Kapitan Məcidov məhbusların ailələrinə zəng edib, onların sağ olduğunu bildirir və nəyin bahasına olursa olsun, onları sağ-salamat Azərbaycana, vətənə göndərəcəyinə söz verir. O, həbsxana rəisi Revinin vasitəçiliyi ilə yüksək vəzifəli şəxslərlə danışıqlar apararaq 46 məhbusun günahsız olduqlarını, əksəriyyətinin ziyalı olduqlarına rəhbərliyi inandıra bilmiş və qardaşların maddi və mənəvi köməklikləri vasitəsilə məhbusların azad olunmasına nail olaraq, onların Stalipin dustaq vagonlarında Azərbaycana yola düşə biləcəklərinə icazə almışdı. Variz müəllim orada özü polisdə işləyirdi və özünü riskə qoyaraq bu işə girmişdi. Biz ona dedik, ola bilər sizi çıxardarlar işdən və s. Bu Azərbaycanlara qarşı çox böyük yerli cəmaatı qaldıra bilərlər. Biz ona dedik, bizə vətən xaini kimi buradan tutub aparmışdılar. Bizə vətən xaini münasibəti göstərirdilər. Dedi ona, nə olur olsun, ölüm olsa belə dala dönəndə ölük, siz buna getmişsə biz də buna gedəcəyik. Əsas məsələ onları oradan çıxardıb Azərbaycana göndərmək idi. Bu da bir çətin məsələ idi. Çünki burada Variz qardaşım üçün də çətin idi. Çünki o bilirdi ki, onun vəzifədən bu işin üstü açılsa, bunu vəzifədən çıxardacaqlar. Çünki bu elə bir məsələ idi ki, bu dövlət məsələsi idi. Yəni, başqa dövlətin, vətəndaşların sən buradan azad edib çıxardırsan. 30 gündən sonra bizə dedilər ki, siz bu yaxında azad olunacaqsınız. Orada elan edilər, həbsxananın müdiriyyəti, hazırlaşın. Biz biznes adamları idi, hərə bir sahənin adamı idi. Ancaq Variz müəllim orada polis məmuru idi. Vəzifəsinə baxmırdılar da, o çox böyük nüfuza malik idi. Həm bacarığına görə, həm savadına görə, həm qabiliyyətinə görə. Ona görə də bu işi çətin olsa da o boynuna götürdü ki, biz nəyin bahasına olsun, biz bu insanları buradan çıxartmalıyıq və Azərbaycana göndərməliyik. Hər gün Variz özü gələrdi. Ya 7 qardaş olublar orada, Ulyanovsk vilayətində ticarətlə məşğul olublar. Sonralar aydın olur ki, necə oldu, bizim qarşımızda general gəldi. Deməli, general da bunları tanıyırdı ki, bunlar ticarətlə bağlı adamlardı da. Biz maliyyə cəhətdən köməklik elədik, yəni bircə. Əsas söz onun idi. Biz gözləyirdik ki, o sözün desin, qalan bir yerdə yumruq kimi birləşərək biz köməkliyimizi göstərdik. Bu sevindirici xəbəri eşidən qardaşlar pasportları olmayan soydaşlarımıza çətinliklə də olsa öz şəxsi nüfuzları hesabına Samara-Bakı və Samara-Tiflis təyyarə reyslərinə 46 bilet almışlar. Variz Məcidov öz növbəsində rəhbər heyəti inandırmaq üçün qatara da 46 bilet alıb onlara göstərmişdi. Variz müəllim istədiyinə nail oldu və sevinərək gəldi, dedi ki, biz onların biletlərini almalıyıq, təyyarə ilə yola salmalıyıq. Amma iki formada bilet alınmalıdır.
Qatara bilet alınmalıdır, amma biz onları təyyarə ilə yola salmalıyıq ki, bilinməsin ki, biz bunları təyyarə ilə yola saldıq. 30 gündən sonra bizi çıxartdılar. Varis müəllim gəldi maşınlarla, bizi gətirdi bir dənə Ulyanovski'də otelə. Bizi bırakan günü 46 nəfəri Ulyanovsk'da böyük qastinitsa var. Böyük qastinitsa. Orada neçə otaqlar boşalmışlar bizim üçün. Getirib gəldilər bizi ora. Bir dənə təzlərdən yazdılar adımızı, familiyamızı, şəklimizi. Bu sənət düzəltlədi, bu spravka deyilən, arayış. Varis orada olma şərtilə, neçə dənə maşınla gəldilər, bizi çıxartdılar, apardılar qəsdinə. Otelə getirdi bizi, bizim hamımız üçün paltar almışdı. Paltarlarımızı değiştirdik, çimdik, yuyunduq otelə. Hamımıza addelini otaq vermişdi. Qara bir quş kəsdi, dedi ki, qardaşlar, fikirləşməyin ki, mən bunu burada almışam, yox, bunu Azərbaycandan getirmişəm. Varis qardaşımın köməkliyi ilə, yəni bu məhbusları bilet alıb yola salmaq lazım idi Azərbaycana. Bu da mümkün deyildi. Belə ki, qardaşım o general dostu ilə məsləhətləşdi. Dedi ki, biz nəyin bahasına olur olsun, başqa şeylərdən narahat olmayın. Yəni biz onu, bu insanları təyyarə ilə yola salmalıyıq Azərbaycana. Beləliklə Məcidov qardaşlar və digər həmyerlilərimizin dəstəyi ilə 46 məhbus bir çox çətinliklə üzləşərək, eyni zamanda çox böyük məbləğ qarşılığında Ulyanovski həbsxanasından xilas edilib Azərbaycana göndərilir. Maşında gedəndə mən də ki oturmuşdum, mənim yanımda ki onun qardaşları idi ya, iki qardaşdır, bir başqa adamdır. Sonra gördüm belə bir dənə paket var idi əlində, bu boydan paketdir. Bir baxışım, bu nədir belə saxlamışsınız? Bunu bir hissəsini artıq vermişik ki, gələcəkdə samolyot. Opsundur ki, siz gedəndə, uçanda verəcək onlara. Təsəvvür edirsiniz, bu an olub, mən gözümlə şahid olmuşam. Məhbus qardaşlarımızı hamısını geyimlə, keçimlə təmin edərək biz onları təyyarə ilə Azərbaycana, Bakıya yola saldıq. Bir neçə vaxtdan sonra qardaşımın da işi, Varis müəllimin də işi çətinləşdi. Həm də buna kömək edən, həmin bu işdə yardımcı olan o bir neçə general da işdən qovuldu, çıxarıldı. Məcidovların bu fəaliyyətindən xəbər tutan SSR dövlət qurumları tərəfindən 7 qardaşa və onlarla ünsiyyətdə olanlara yalan bəhanələrlə təzyiq etməyə başlanılır. Varis müəllim 46 nəfər Azərbaycanlı Azərbaycana göndərəndən sonra bizə orada güclü təzyiqlər oldu. Bizim qarajın üstünə, maşının üstünə yazırdılar. Yəni ki, qalmayın burada, çıxın gedin. Varis müəllim də gəlirdi evə, deyirdi ki, hamı bizə təzyiq eləyir də. Sonra o eşitdi ki, burada müharibə gedir. Ona görə də biz hamımız yığışdıq, gəldik Azərbaycana. ...46 Azərbaycanlını xilas edən Varis Məcidov vətənə dönmək qərarı alır. Və Azərbaycanda Daxili İşlər Nazirliyinə elzam olunur. Elə həmin vaxtlarda mənfur qonşumuz Ermənistan Azərbaycan torpaqlarını işğal eləməyə başlamışdı. Və bu zaman Varis Məcidov Qarabağa gedərək könüllü olaraq döyüşməyə başlayır. Arxa cəbhədə göstərdiyi qəhrəmanlığı bu dəfə o ön cəbhədə göstərirdi. Bu da rəhmətli qardaşımın veteran kniçkasıdır. Müharibə dağılıb. Allah rəhmət eylesin. Burada da müxtəlif tərifnamələr var. Məcidov Varis hələ Ulyanovski'dən gələndən sonra onu prezidentimiz qiymətləndirmişdi ulu öndər. O öz xahişi ilə
cəbhəyə getmişdi, cəbhədə vurulsun. Birinci Qarabağ müharibəsi zamanı Məcidov qardaşları dəfələrlə milli orduya yardım etmişlər. Məcidov qardaşlarından biri Elbrus Məcidov Azərbaycana gələrək Prezident Heydər Əliyevlə görüşmüş, ona 75 illik yubileyi münasibəti ilə zirehli avtomobil hədiyyə etmiş, silahlı qüvvələrimizə isə 7 ədəd UAZ markalı maşın, 500 min dollar məbləğində tibbi yardım etmişdi. 7 qardaşsınız, 7'si də Ulyanovskda yaşayır. Çox gözəl, məmnun olduğumu bildirirəm. Orada yaşayan Azərbaycanlılar gətirib Azərbaycan prezidentinə avtomobil də demək, hədiyyə verə bilər. Doğrudur bu. Siz dediğiniz kimi öyle bir avtomobildir ki bunu bizim orduda istifadə etmək lazımdır. Ona da bizim ehtiyacımız var. Çox sağ olun. Qarabağ müharibəsi veteranı Varis Məcidov təhsilini Daxili İşlər Nazirliyinin Polis Akademiyasında davam etdirərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışmışdı. Polkovnik Leytenant Varis Məcidov xidməti dövründə həm Rusiyanın, həm də Azərbaycanın Daxili İşlər Nazirliklərinin 20-dən çox təşəkkürnaməsini almışdı. Bax, hələ burada da görürsünüz, babanı jurnala da veriblər. Orada da baba haqqında yazıblar. Baxın, uşaqlar, görürsünüzmü? Nə? Hə. Bu da baba Bax, hə, bu jurnalda. Babanız qəhrəman babadır. Polkovnik rütbəsi verilməsi üçün Varis Məcidov 2005-ci il noyabrın 5-də Göyçayda öz anasının hüzur məclisindən çıxıb Bakıya, Daxili İşlər Nazirliyinə getmək üçün öz avtomobili ilə hərəkət edirdi. Maşında Varislə bərabər onun həyat yoldaşı və qardaşının həyat yoldaşı var idi. Ağsu aşırımında hərəkət eləyərkən qarşılarında gedən yük maşınından ağır bir dəmir parçası aşaraq Məcidovun maşınına çırpılır. Və nəticədə Məcidov və onun qardaşının həyat yoldaşı həlak olurlar. Göyçayda şəhər qəbirstanlığında elə valideynlərinin yanında da dəfn olunur. Varis Məcidovun 3 övladı var. Əfsanə, Seymur, Samir. Samir övladına atasının adını verir. Varis Samiroğlu Məcidov. Mənim oğlum da babasının adını daşıyır. Böyük qardaşım Seymurun da oğlu babasının adını daşıyır. Bunun adı Varis, onun adı Variscan. Hər insanın, hər övladın atası onun üçün bir qəhrəman olur. Mənim atam amma mənim üçün 2 qat qəhrəmandır. Çünki atam həm mən bir ata kimi mənə qəhrəmandır, hər övladın atası kimi. Bir də bu atamın bu gördüyü işlərə görə əlavə mənim üçün 2 qat qəhrəmanlıqdır atamın qəhrəmanlığı. Mən çox fəxr edirəm atamla. Fəxr etmişəm və edəcəm də. O çox gözəl insan olubdu, evladları üçün, ailəsi üçün. Elə bir insan olub ki, onun yaşlılıqlarını da deyib qutara bilmərəm. Yəni onu bütün Azərbaycan tanıyır. Azərbaycanın bu qəhrəman oğlunu daha geniş ictimaiyyətə tanıtmaq üçün Məzunlar Birliyinin üzvü olan Göyçaylı ziyalılar yorulmadan çalışırlar. Göyçayda bir küçəyə Varis Məcidovun adı verilib. Məzun olduğu məktəbin Şəhidlər Xatirə Muzeyində onun adına güşə yaradılıb. Demək, durduğumuz məkan Məzunlar Birliyinin layihəsi olan 6 saylı məktəbdə Şəhidlərin Xatirə Muzeyidir və bu Xatirə Muzeyində Göyçayımızın qəhrəman oğlu, o cümlədən məktəbimizin yetirməsi qəhrəman oğlu Varis Məcidovun xüsusi güşəsi var və burada gördüyümüz şəkillər, şəxsi əşyalar Varis Məcidova aid olan əşyalardır. Varis Məcidov haqqında bir neçə televiziya verilişi hazırlanmışdı. Göyçay ensiklopediyası və eyni zamanda Vətən Fədailəri kitabında
və ali məktəblər üçün Azərbaycan tarixi dərsliyində, müxtəlif dövr mətbuatda Varis Məcidov və onun azad etdiyi insanlar haqqında məlumat verilmişdi. Göyçay şəhər şahmat məktəbində Varis Məcidovun xatirəsinə həsr edilmiş şahmat turniri keçirilmişdi. Vahid Orucov və Bariqəm Şirəliyevin müəllifliyi ilə Varis Məcidovun həyatından bəhs edən kitab nəşri hazırlanır. Ona Lənkəranın fəxri sakini adı verilmişdi. Varis Məcidov sizin üçün kimdir? Varis Məcidov mənim canımdır, ürəyimdir, belə mənim nə deyim, həyatımdır. Mən ömür boyu ona yaşadığımı hər dəqiqə ona borcluyam. Canım qurban onun oğluna, nəvələrinə. Olmasaydı biz oradan salamat gələ bilməzdik. Varis Məcidov mənim üçün Azərbaycanın bir qəhrəman, vətənpərvər evladıdır. Varis Məcidov çox dəyərli bir Azərbaycan evladıdır. Allah ona rəhmət eləsin. %100 əgər o sağ qalsaydı, 2-ci Qarabağ müharibəsinə də öz könüllü olaraq gedərdi. Onun bugün ruhu şaddır. Onun arzuları yerdə qalmadı. Ən böyük arzularından biri o idi ki, torpaqlarımız işğaldan azad olunsun. Hər il onu deyirdi ki, inşallah ki, bu il azad olunar. Ümid edirəm ki, o torpaqlar da qayıdılacaq. Qaçqınlarımız öz torpaqlarına, öz ellərinə, obalarına qayıdacaq. Belə ümidlə yaşayıram. Çox istəyərdi bu günləri görsün. Bugünkü gün Ali Baş Komandanımızın tapşırığı altında torpaqlar azad olundu. Bayrağımız ucaldı Şuşada, Xankəndidə, Laçında, digər torpaqlarımızda. Atam çox istəyərdi bu günləri görsün. Mən inanıram ki, bugünkü gündə onun ruhu çox şaddır. Bugün bütün Azərbaycan xalqı ürəkdən sevinir. Bütün Azərbaycan xalqı Allaha şükür deyir. Bu günü biz 30 ildən çox gözləmişik. Biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Müəllimə, mən bilirdim qəhrəmanlar ancaq ön cəbhədə olur. Sən demə arxa cəbhədə də var imiş. Şərt deyil ki, hamı əlinə silah alıb döyüşsün. Necə ki, Varis Məcidov həm ön cəbhənin, həm də arxa cəbhənin qəhrəmanlarındandır. Qəhrəmanlıq varislikdir. O qəhrəmanların da varisləri sizlərsiniz.